Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-sınadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Yeni Sabah az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti xəbər yayıb. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna edilmir. Mayın 2-sindən 4-nə Bakıda və Abşeron yarımadasında eyni vaxtda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Verilən xəbərə əsasən Bakıda və Abşeron yarımadasında, Naxçıvanda, Daşkəsən, Gədəbəq, Göygöl, Çəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızı, Xaçmaz, Şaban, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda cənub-qərb küləyi əsəcək. Küləyin sürəti 13,9-20,7 metr saniyə təşkil edəcək.